Salam, hər vaxtınız xeyir. Bugün çalışdığım qədər qısa və aydın şəkildə məzmun xəttləri, alt standart, əsas standartlar və perspektivlərin bir-biri ilə nə əlaqəsi var, necə ayırd edək, bax onları danışırıq. Birinci nəyi bilməliyik? Məzmun xəttini. Məzmun xətti nədir? Təsvir incəsənəti məzmun xəttlərini bilirik ki, 3 dənədir. Yəni ki, hər fənnin öz məzmun xətti var. Ümumilikdə fənnin əsas istiqamətini əhatə edir. Yəni şagird bu istiqamətdən hansı biliyi, hansı bacarığı əldə edəcək, bax bunu bizə öyrədən məzmun xəttidir. Və məzmun xəttlərimiz rəqəmlə 1, 2, 3 olmaqla bildirilir. Yəni 1 deyiləndə cəmiyyət və təsvir incəsənət, 2 təsviri və dekorativ yaradıcılıq, 3 estetik reaksiyonu bildirir. Əsas standart nədir? Əsas standart məzmun xətti üzrə, yəni həmin bu məzmun xəttlərimizin, məsələn, birini götürürük, cəmiyyət və təsvir incəsənət. Bu və yaxud da gəlin burada nümunədə 2 vermişəm, 2-ni götürək. 2, yəni təsviri və dekorativ yaradıcılığı götürürük. Bu məzmun xətti üzrə şagirdin əldə etməli olduğu, yəni böyük məqsədimiz var. Bax odur. O məqsədimiz nədir? Yəni əsas standart genişdir. Özündə alt standartın bir neçəsini əhatə eləyə bilər. Şagird hansı biliyi, bacarığı, hansı dəyərləri öyrənəcək, əsas standartda göstərilir. Yəni əsas standartın nömrəsi yox, burada 1 yazmışam, üzrlü. Hə, düz dedim. 2 burada 2.1, hələ hamısını yazmamışam da göstərmək üçün. Çünki rəqəmlər hansına aid idi, ona baxırsınız. 2 yazmışam, yəni deməli mən məzmun xəttinin ikincisini götürmüşəm. Birinci göstərilən rəqəm məzmun xəttidir. İkinci göstərilən rəqəm əsas standartdır. Üçüncü göstərilən rəqəm, yəni 3 nömrə ilə göstərilən isə alt standart nəzərdə tutur. Yəni sıralama ilə gedir. Birinci məzmun xəttini verirlər, ikinci əsas, üçüncü də alt standart. Alt standart isə bu əsas standart var idi. Bax o standarta daha dəqiq, daha konkret bizə göstərən nəticəsidir. Yəni daha xırdalığa gedir də alt standart. İndi gəlin bura baxaq. Məzmun xəttimiz 2-ni götürürəm. Yazdım bura 2 nöqtə. Yəni təsviri və dekorativ yaradıcılıq. Alt əsas standart əlavə etmək istəyirəmsə, 2 nöqtənin yanına 1 qoydum. Yəni verilmiş mövzuya uyğun təsvir və dekorativ işlər yaradır. Əsas standartla məzmun xəttim var. İndi alt standart əlavə edirəm. 2.1 nöqtə qoyuram yanına 3. Yəni alt standart. Verilmiş mövzuda müxtəlif materiallardan istifadə edir, kompozitsiya yaradır, işini təqdim edir. Dediyim kimi alt standart xırdalıqlarını yazırıq. Yəni əsas standartı daha da dəqiqləşdirmək üçün alt standart çıxartdıq və məzmun xəttinə də uyğun əsas standartımızı qurduq. Bütün biz bu məzmun xətti, alt və əsas standartlarımızı həll etdikdən sonra planlaşdırma edirik. Yəni planlaşdırma necə olur? 2 növə ayrılır. İllik perspektiv, cari, yəni gündəlik planlaşdırma. İllik perspektivə gəlin bunu deyim ki, ilk növbədə siz ilin əvvəlində dərsə başlamamışdan əvvəl aparıb əlinizdə bir kitabça olur. Onu məktəb rəhbərliyinə, müavinlərə təsdiqlədib peçatladırsa, bax o əlinizdəkidir illik perspektiv planlaşdırma. Yəni tədris ili ərzində mən bu müddət ərzində şagirdlərə nə keçəcəm, hansı şagirdlərə, yəni hansı siniflərə, hansı tarixdə, hansı mövzuları, hansı standartlardan, hansı inteqrasiyadan istifadə edəcəm, neçə saat keçəcəm. Yəni bütün belə deyim də, nə keçəcəksinizsə, hansı sözləri istifadə ediriksə, illik perspektiv planlaşdırmada yazırıq. Yəni uzun müddətli bir planlaşdırmadır bu. Həm dərslərin blokunu, yəni hansı bölmələrdə keçəcəm şagirdə, hansı bölmədən sonra kiçik summativ, böyük summativ keçəcəm. Bunların hamısı illik perspektiv planlaşdırmada göstərilməlidir. Cari planlaşdırma, illik perspektiv planlaşdırmanın icrasını daha da dəqiqləşdirir. Daha da, elə bil ki, alt standart kimidir, daha xırdalığına gedir. Yəni burada da bir müəyyən zamanda həftəlik planlaşdıra bilərik, gündəlik planlaşdıra bilərik. Dərsə girərkən əlimizdə olan o gündəlik planlaşdırmamızdır. Yəni burada da lazım olan dəyişikliklər təbii ki, məsələn, bir sinifi götürürəm, 5A sinifinə dərsə girirəm. 5A sinifində mən bugün naturmort mövzusunu keçirəmsə, mənim bu planlaşdırmam həmin o sinifi əhatə etməlidir, həmin o mövzunu əhatə edir. Yəni mən burada motivasiya mərhələlərimi quraşdırıram, istifadə edəcəyim resurslarımı, inteqrasiyalarımı planlaşdırıb hər şeyimi dəqiqləşdirirəm və sinifə girirəm. Yəni cari planlaşdırmada bunu əhatə eləyir. Yəni nə demək istədim? Planlaşdırmamız üçün biz məzmun xəttlərimizi, əsas və alt standartlarımızı bilirik. Yəni bir-biri ilə bunlar necə əlaqəli oldu? Eyni ilə. Birinci rəqəm məzmun, ikinci əsas standart, üçüncü alt standartdır. Yəni hər dəfə jurnala bu 3 rəqəmi yazırıq, bilirik ki,
və indi daha doğrusu indi bildik ki, hansılar bizim rəqəmlər nəyimizi bildirir.